Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və 3 qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir. Az24 Daily Mail nəşrinə isnadən xəbər verir ki, Cavadlının vəkili Britaniyalı hüquqşünas David Haig müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət olunub. Haig sonuncu dəfə Zeynəb Cavadlı ilə bir gün əvvəl danışdığını, daha sonra isə bütün əlaqənin dayandığını qeyd edib. Vəkil iddia edir ki, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Cavadlının evinə gələrək onu və 3 qızını aparıblar. Məlumata görə, Zeynəbin anası da qızına dəstək olmaq üçün Dubaya gedib. Lakin o, evin bağlı olduğunu görüb və ölkədən çıxışına icazə verilmədiyini deyib. Hadisənin fonunda uzun müddətdir davam edən qəyyumluq mübahisəsinin dayandığı bildirilir. Dubay məhkəməsi 2 ay əvvəl verdiyi qərarla Cavadlının 3 qızını ataları Şeyx Səidə təhvil verməsini tələb edib. Qərarda zərurət yaranacağı təqdirdə bunun məcburi qaydada icra oluna biləcəyi qeyd olunub. Keçmiş Azərbaycanlı milli gimnast olan Zeynəb Cavadlı daha əvvəl yayımladığı video müraciətdə uşaqlarının əlindən alınacağından ehtiyat etdiyini bildirmişdi. O, məhkəmə qərarları səbəbindən evinə basqın ediləcəyi və uşaqlarının zorla aparılacağı barədə xəbərdarlıq aldığını iddia etmişdi.